Salam əziz şagirdlər, bugün biz feilin təsriflənməyən formalarını öyrənirik. Feilin təsriflənməyən formaları dedikdə nə başa düşürük? Yəni feilin şəxsə, zamana, kəmiyyətə görə dəyişməyən formaları. Hansılardır? Məstər, feili sifət, feili bağlama. Məstər nədir? Məstər deməli feilin təsriflənməyən formalarından biridir. Maq şəkilçisi qəbul edir və isimlə feilin xüsusiyyətini özündə daşıyır. Deməli, isimlə feilin xüsusiyyətini özündə daşıyan nə olur? Məstər olur. Yəni, bu da feilin təsriflənməyən formasıdır. İsimin hansı xüsusiyyətini özündə daşıyır məstər? İsim kimi hallanır. Məsələn, yaşamaq sözü məstərdir. Hallandıraq. Yaşamaq adlı haldadır. Yaşamağın, yəlik hal, yaşamağa, yaşamağı, yaşamaqda, yaşamaqdan. Mənsubiyyətə görə dəyişir. Yaşamağım, yaşamağı, mənim yaşamağım, sənin yaşamağın, onun yaşamağı, bizim yaşamağımız, sizin yaşamağınız, onların yaşamağı. Mənsubiyyətə görə dəyişdi. Nə sualına cavab verir? Məsələn, yaşamaq gözəldir. Nə gözəldir? Yaşamaq. Nə sualına cavab verdi? Və dır-dir şəkilçisi qəbul edir. İsmi xəbər vəzifəsində olur. Mübtəda, tamamlıq, zərflik vəzifəsində işlənə bilir cümlədə. Daha sonra qoşmalarla birlikdə deməli bir cümlə üzvü kimi iştirak edir. Daha sonra feilin hansı xüsusiyyətini özündə daşıyır? Demək, hərəkət bildirir. Feil də hərəkət bildirir, məstər də hərəkət bildirir. Təsdiqdə inkarda olur. Məsələn, gəlmək, gəlməmək. Təsdiqdə inkarda. Feilin müəyyən qrammatik məna növündə ola bilir. Məlum növdə ola bilər, məchul növdə, qayıdış, icbar, qarşılıq, birgəlik növlərdə, şəxssiz növlərdə iştirak edə bilər. Təsirli, təsirsiz olur. Dedik ki, təsirli feil nədir? Təsirli feil, yəni özündən əvvəl gələn ismi təsirlik halda tələb edən feillər təsirli feillərdir. Və burada məstər də feilin xüsusiyyətini təsirli və təsirsiz olmaqla feilin xüsusiyyətini özündə daşıyır. Ətrafına söz toplayıb tərkib yarada bilir. Məsələn, vətən uğrunda ölmək şərəfdir. Nə şərəfdir? Vətən uğrunda ölmək. Yəni, bu bir tərkib yaratdı və mürəkkəb bir cümlə üzvü oldu ki, cümlədə mürəkkəb mübtədanı ifadə etdi. Məstər haqda bu qədər. Dedik ki, məstər isimlə feilin xüsusiyyətini özündə birləşdirir. İsmə aid xüsusiyyətlər də dedik, feilə aid xüsusiyyətləri də dedik. Bəs feili sifət nədir? Feili sifət də feilin təsriflənməyən formalarından biridir. Sifətlə feilin xüsusiyyətlərini özündə birləşdirən, deməli, sözlər feili sifət adlanır. Feilin hansı xüsusiyyətini özündə birləşdirir feili sifət? Feili sifət zaman məzmunludur. Feili sifət zaman məzmunludur. Onun şəkilçiləri var. An, ən şəkilçisi, moş-miş, moş-muş şəkilçisi, dık, pilus, mənsubiyyət, acaq, əcək, ası, əsi, malı, məli. Məsələn, deyirəm ki, ağlayan uşaq, ağlayan uşaq, ağlayan uşaq. Hal-hazırda indi ağlayır, an, zaman məzmunludur. Zaman deyil, sadəcə olaraq zaman anlayışı bildirir, zaman məzmunludur. Ağlayan uşaq, hansı uşaq? Ağlayan uşaq. Sifətin sualına cavab verdi, hansı sualına cavab verdi? İsimin qarşısında işləndi. Deməli, dedik ki, feilə aid xüsusiyyəti hansı oldu? Zaman məzmunlu olması. Şəkilçiləri ilə bildik. An, ən. Ağlayan uşaq indiki zamana uyğundur. Moş-müş, moş-müş. Yazılmış məktub. Hansı məktub? Yazılmış məktub. Keçmiş zaman məzmunludur. Yazdığım məktub. Keçmiş zaman məzmunludur. Görüləcək işlər. Gələcək zaman məzmunludur. Görüləsi işlər. Gələcək zaman məzmunludur. Görülməli işlər, bu da gələcək zaman məzmunludur. Yəni, feili sifət feilin xüsusiyyətlərini özündə daşıyır. Zaman məzmunu bildirir. Təsirli və təsirsiz olur.
növ bildirir, təsdiqdə, inkarda olur və hərəkət bildirir. Bu olur feili sifətin feilə aid xüsusiyyətləri. Bəs sifətə aid xüsusiyyətləri hansılardır? Əşyanın əlamətini bildirir, necə, nə cür, hansı sualına cavab verir. Məsələn, deyirəm ki, ağlayan uşaq. Hansı uşaq? Ağlayan uşaq. Hansı sualı deməli sifətin sualıdır. Uşaq isimdir, ismin qarşısında işləndi. Deməli, feili sifət kimi ismin qarşısında işlənir. Necə, nə cür, hansı suallarından birinə cavab verir. Cümlədə təyin vəzifəsində olur. Daha sonra sifət kimi isimləşə bilir və dir, dur şəxs xəbərli şəkilçisi qəbul edərək cümlədə ismi xəbər vəzifəsində olur. Və feili sifətin şəkilçiləri hansı oldu? 6 şəkilçisi var. Bax, bu şəkilçiləri deməli yadımıza saxlayırıq. An, ən şəkilçisi, moş-miş, moş-muş şəkilçisi, dık, plus, mənsubiyyət, yəni dığım, yığım, duğum, düğüm bunlar. Acaq, əcək, ası, əsi, malı, məli. Hər biri haqda da məlumat verdik. İndi feili bağlamaya keçək. Feili bağlama nədir? Feili bağlama dedik ki, feillə zərfin xüsusiyyətlərini özündə daşıyır. Feilin xüsusiyyətlərini özündə, feilə aid olan xüsusiyyətləri özündə daşıyır. Yəni, təsirli, təsirsiz olur, təsdiqdə, inkarda olur, feilin növlərində iştirak eləyə bilir, ətrafına söz toplayıb bir mürəkkəb cümlə üzvü olur və feili bağlama cümlədə zərflik vəzifəsində olur. Və zərf kimi zərfin xüsusiyyətlərini daşıyır. Yəni, necə? Zərfin sualına cavab verir. Nə vaxt, nə zaman, daha sonra özündən sonra gələn başqa bir feilə aid olur. Məsələn, gələndə gətirərsən və yaxud görəndə apararsan. Özündən deməli sonra gələn başqa bir feilə aid olur. Deməli, bu nə olur? Zərfin xüsusiyyətini özündə daşıyır. Və feili bağlamanın şəkilçiləri var. Hansı şəkilçilərdir? A üstü 2, A üstü 2. Yəni, qaça-qaça gəldi. Necə gəldi? Qaça-qaça. Deməli, bu feili bağlamadır. Zərflik vəzifəsində iştirak edir. Görər, görməz fikrini bildirdi. Görər, görməz. Bu da feili bağlamadır. Arkən, ərkən, qaçarkən yıxıldı. Ara, qərəq, qaçaraq sözünü dedi. Anda, əndə, gələndə, gedəndə, aparanda və s. Dıqda, dikdə, duqda, düqdə, gəldikdə, verdikdə, apardıqda və s. Dıqca, dikcə, duqca, düqcə. Məsələn, güldükcə, gəldikcə, apardıqca, baxdıqca, ınca, inca, unca, unca, baxınca, madan, mədən, baxmadan, gəlmədən, görmədən, mamış, məmiş, öyrənməmiş, deməmiş, ıb, ib, ub, üb. Məsələn, görüb keçdi, baxıb keçdi. Bax, bu şəkilçilər olur, feili bağlamanın şəkilçiləri və feili bağlama cümlədə zərflik vəzifəsində olur. 11 şəkilçisi var. Bu şəkilçiləri biz öyrənməklə, yadımıza saxlamaqla rahat şəkildə deməli, feili bağlamanı seçə bilirik. Feilin morfoloji təhlil qaydası necədir? Feilin morfoloji təhlil qaydası, yəni sualı, hansı suala cavab verir, quruluca, sadədir, düzəltmədir, yoxsa mürəkkəbdir, buna baxırıq. Qrammatik məna növünə baxırıq. Sonra təsirli, təsirsiz olmasına baxırıq. Daha sonra feilin hansı şəklindədir, təsriflənəndir və yaxud təsriflənməyəndir, hansı şəxsdə olması, bir də sintaktik rolu haqda danışırıq. Bu da olur feilin morfoloji təhlili. Dərsimiz bu qədər, əziz şagirdlər. Növbəti dərslərdə görüşənədək sağ olun.